Vaxtınız xeyir uşaqlar. Ümid edirəm ki, yaxşısınız. Başlayaq. Deməli, bugünkü dərslərimiz silsilə, bərabərsizliklər, funksiya, fiqurların sahəsi olacaq. İstəyirəm birinci bərabərsizliklərdən başlayaq. Daha sonra silsilə və funksiya. Vaxtımız qalarsa, inşallah ki, fiqurların sahəsinə də baxmış olaraq. Amma ən çox bugünkü dərsimizin ən əsası funksiya olacaq. Başlayaq bərabərsizliklərdən. Birinci hissədə bərabərsizliklərdən danışaq. Qısa vacib məlumatlardan. Deməli, bərabərsizliklərdən necə ki, tənliklərin növləri olduğu üçün bərabərsizliklərdə də eynən növlərinə baxırıq. Birinci xətti bərabərsizliklərdən danışaq. Xətti bərabərsizliklər. Çox dərin başdan başlamayacağam, yəni sıfırdan başlamayacağam deməyə, elə vacib hissələrdən, sizin üçün daha diqqətli olan, tələb olunan hissələrdən başlayaq deyək. Deməli, xətti bərabərsizliklər A(x plus B) böyük bərabər 0 ola bilər və yaxud kiçik bərabər böyükdür və ya kiçikdir. Böyük bərabər və kiçik bərabərə biz deyirik qeyri-ciddi bərabərsizliklər. Böyük və kiçik olan bərabərsizliklər isə ciddi bərabərsizliklər deyirik. Yəni, buna başlamazdan əvvəl bilirik ki, yəni bilməliyik ki, bu böyük və ciddi olmayan bərabərsizliklərdə intervalları, işarələri təyin etməkdə nəyə fikir verməliyik? Gəlin, əsas növbədə mən sizə nəyə bildirim? Deməli, xətti bərabərsizliklərdə gəlin, aralıqlara baxaq, intervallara baxaq. İntervalları bilmək lazımdır ki, hər hansı bir misalı həll eləyəndə, məsələni həll eləyəndə həmin intervalları bilmək lazımdır ki, aldığınız cavabı variantda düzgün seçəsiniz. Birinci məsələ, məsəl üçün, birinci bunu istəyirsinizsə, gəlin, birinci bunu sileyim. Onları deyin, çünki düzdür, çoxunuz onlarda qarışdırmasanız da, bəziləriniz bəlkə də qarışdırır. Gəlin, birinci bunlardan danışıq, daha sonra keçək. Ədədi interval nədir? Ədədi interval. Birinci bu intervallar və aralıqları bilək, sonra keçək. Ədədi intervallar və aralıqlar. İnterval. Bəlkə də variantlar, cavabı həll edib variantları seçməkdə çətinlik çəkdiyiniz olur. Deməli, əgər x ədədi daxildir hər hansı A, B intervalına, biz buna deyirik açıq interval. Açıq. Yəni, ciddi bərabərsizlik olacaq. A ilə B-nin arasında. X, A və B ədədlərinin arasında yerləşəcək. Və bunu ədəd oxunda göstərəndə nöqtənin içi boş olmuş olacaq. Bax, bu olur ədədi interval. Bu ciddi bərabərsizliyə aiddir. Açıq intervaldır. Qapalı interval isə qapalı. X daxildir. Bax, bu mötərizədən istifadə olunur. Bu isə qapalıdır. Yəni, A və B ədədlərinin hər ikisi daxildir. Burada isə daxil deyil. Məsəl üçün, mən burada deyirəm ki, 3 ilə 5 deyiləmi? Burada hansı ədəd adı? 3 ilə 5 aralığına hansı ədəd daxildir? Yalnızca 4 ədəd daxildir. Amma qapalı ifadədə, qapalı intervalda hər ikisi daxildir. Ədədlərin hər ikisi daxil olacaq. İntervalda qapalı intervalları işarələyəndə nöqtələrin içi dolu olur. A və B. İndi, məsələn, mən deyəndə ki, 3, 5 aralığı, onda biz x-in ala biləcəyi qiymətlər həm 3, həm 4, həm 5. Bir də var yarım qapalı interval. Yəni, biri daxildir, digəri daxil deyil. Bu isə bu formada. Yəni, məsələn, mən A-nı daxil deyil götürdüm. A nöqtənici boş. B isə daxildir. Bu formada göstəririk. Bir də, məsəl üçün, deyirəm ki, x daxildir 3-5 aralığına. 5 daxildir. Onda bizim x-in ala biləcəyi qiymətlər 4 və 5 ədədləri olmuş olacaq. X-in aldığı qiymətlər. Bir də uşaqlar, elə bu intervalları yazmışkən sizə hansı məlumat verim? Deməli, bəzən deyir ki, bax, məsələn, 3 ilə 102 arasında neçə natural ədəd var, neçə ədəd var. Bax, belə sualları tapanda bəzən 102-dən 3 çıxırsınız, düşünürsünüz ki, hə, 102-dən 3 çıxdım, 99 dənə ədəd var. Amma elə deyil. Bu tip ifadələrdə,
Yəni əgər qapalı, açıq intervaldırsa, düsturunu yazıram. Açıq intervaldırsa, düzdür tək-tək saymaqda olur. Bəzən uşaqlar tək-tək sayır. B-dən A-nı çıxıb pilotda həm də 1 çıxmaq lazımdır. Çünki 3 və 102-nin heç biri daxil deyil. Bu formada olanda. Biri bu. Məsələn, bunun tutaq ki, düsturları yadınızdan çıxdı. Düsturları yadınızdan çıxanda kiçik bir ədəd götürün. Məsələn, 3 ilə 5. Baxın burada indi. 5-dən 3-ü çıxanda 2 verir. Amma bizim aldığımız qiymət 4-dür də, yəni 1 dənədir. 2 verir. Həm də ondan 1 çıxmalıyam ki, bir dənə ədəd sayı olaraq bir dənə qiymət var. Bu araqlı bir dənə qiyməti, bir dənə ədədi götürmüş olur. Yəni A çıx B çıx 1 düsturu olacaq. Digərlərini də bu formada tapırıq. Məsələn, biri daxildir, biri daxil deyil. Onda sadəcə B-dən A-nı çıxırıq. Nümunə üzərində göstərim ki, məsələn, burada x 4 ilə 5 deyil, amma biri daxildir, digəri daxil deyil. Onda baxın, 5-dən 3-ü çıxıram, elə 2 dənə ədəd olmuş olur. Yəni 2 dənə, bu aralıqda 2 dənə ədəd yerləşir. Böyük ədədlər olanda saymaq üçün, yəni çıxanda bəzi cüzi fərqlər yarana bilər. Ona görə bu qaydaları bilmək lazımdır. Məsələn, çox zaman elə istənilən qapalı olsun, açıq olsun. Uşaqlar düşünür ki, 3 ilə 102 arasında neçə ədəd var? Tez 102-dən 3-ü çıxırlar, cavabı tapırlar. Amma hər biri fərqlidir. Hər ikisi qapalı olanda isə, hər ikisi qapalı olanda B-dən A-nı çıxıb, üzərinə 1 gəlmək lazımdır. Bax, bu düsturlar. Yəni, neçə dənə ədəd var deyəndə B-dən A-nı çıxıb, üzərinə 1 gəlməliyəm. Həqiqətən də baxın, burada mən 3 və 5 neçə dənə tam qiymət var idi? 4 dənə. 5-dən 3-ü çıxıb, üzərinə 1 gəlirəm. 3 dənə qiymət olur. Çaşıb deyəsən 4 dedim. 3 dənə qiymət oldu. 2, 2 üstə 1, 3 dənə qiymət oldu. Yəni, belə düsturlar, 3 dənə düstur var. Hamısı sizin başınızı qarışdırsa, tez bir dənə balaca ədəd götürün və onun üzərində işləyin. Özünüzə düstur yaradın. Mən həmişə nə deyirəm? Keçən səfər dərslərimizdə də demişdim. Bəzən hər şeyi əzbərləməklə nailiyyət əldə etmək olmur. Hamısı beyninizdə qala da bilməz. Qala bilər, qala bilməyə də bilər də. Yəni hər kəsin beyin tutumu, gücü eyni deyil. Ona görə çalışaq ki, əgər şərait varsa, bu mövzunu başa düşürüksə, asan yolla, qısa yolla özümüzə qayda da çıxarda biləriksə, istifadə edək. Sonra bir də var, bu iki qat bərabərsizliklərdə uşaqlar ilə ədədi intervalların toplanması, çıxılması, bir də vurulması, bölünməsi. Toplanma, çıxılmada olduğu kimi, yəni birinci hissədən ikincini, birinci bərabərsizlikdən ikinci bərabərsizliyi çıxırıq. Amma vurulma, bölünmə biraz fərqlidir. Biz burada nəyə baxırıq? Gəlin, mən sizə bir dənə nümunələr yazım. Toplanma, çıxılma, vurulma, bölünməyə bağlı. Nümunə. Deməli, ədədi intervallarda A kiçikdir, tutaq ki, x kiçikdir B. Bir də C kiçikdir, y kiçikdir B. İşarələr eynidir deyə, məsələn, toplayıramsa toplanmada çox rahat şəkildə A ilə C-ni toplayacağam, x ilə y-i toplayacağam, B ilə də bura B yazmışam, bunu D eləmək lazımdır. B ilə də D-ni toplayacağam. Normal şəkildə. Çıxılması da eyni qayda ilə eləyə bilərik. Amma vurulma və bölünmədə biraz diqqətli olmaq lazımdır. Vurulmada. Əgər eyni işarəli olarsa, toplanma bu formada, çıxılma eyni qaydada. Sadəcə işarələrə fikir verin. İşarələrə fikir verin. Eyni qayda. İşarələrdə çıxanda mənfiyə, müsbətə fikir vermək lazımdır. İndi isə mən sizə ən əsas məqamı demək istəyirəm. Deməli, ən çox başımızı qarışdıran ifadələr olur. Bəzən bərabərsizlik verir və onlarda belə bir, məsələn, 2A, 2 vur A, çıx B və yaxud bəzən belə olur ki, 2A böl B. Bu tip ifadələr biraz baş qarışdırır. Mən indi bunları silirəm sadəcə. İndi buna aid nümunələri yazacağam, görəcəksiniz. Burada indi mən gəlin vurulmanı deyim. Ən əsas vurulma və bölünmə ilə bağlıdır. Bizim uşaqların həmişə başını qarışdırır. Bir yerdə, yəni toplama ilə çıxılmanı məntiqlə rahatlıqla tapmaq olur. Amma vurulma ilə bölünmədə xüsusi qaydalar var, xüsusi hallar var. Vurulma. Eyni işarə olanda rahatsız. Eyni işarə olanda. İşarə olanda rahat. Yəni müsbət olduğu halda, rahatıq. Buna aid bir dənə nümunə deyəcəm. Məsələn, adi bir şey, bayaqki kimi. A kiçikdir, x kiçikdir, B, C kiçikdir, y kiçikdir, D.
Bunu mən A-nı B-yə vurmaq istəyirəmsə, X, Y, daha doğrusu X, Y-yə vurmaq istəyirəmsə, yazıram. X, Y ortadadır, eyni işarə olduğu üçün. A-nı sadə şəkildə C-yə vururam, B-ni də D-yə vururam. Amma bu rahatdır. Amma əks işarəli olanda, mənfi olduqda fərqlidir. Rahat, normal şəkildə A-nı C-yə, B-ni D-yə vurun, geçsin. Amma mənfi olanda biraz baş qarışdırır. Mənfi olduqda fərqlidir. Fərqli. Mənfiyə görə bir dənə nümunə yazaq. Yəni qısaca nümunənin üzərində göstərim ki, daha yaxşı başa düşəsiniz. Məsələn, mənim uşaqlar bilir, özümə aid qaydalarım var. Bunda da belə bir nümunələrim var. Deməli, -2 kiçikdir A, kiçikdir B. Bir də -4 kiçikdir B, -4 kiçikdir 3. B yox, 8, bu 8. Bu ifadədə deyir ki, A-nı B-yə vuraq. İndi burada biz A-nı B-yə vuranda uşaqlar diqqətli olmalıyıq. Burada 4 dənə mümkün hal var. Birinci məsələn olduğu kimi, baxın, birinci olduğu kimi bunu buna, -2-ni -4-ə, 8-i 3-ə vurmaq lazımdır. -2 vurulsun -4, neçə eləyir? 8. Sonra 8-i 3-ə vururam. 24. Sonra isə, yaşılla göstərirəm, çarpaz vurulur. -2-ni 3-ə vururuq, -6. Bir də -4-ü 8-ə vururuq, -32. İndi bu A və B ədədlərinin yerləşdiyi aralığa baxmaq istəyirəmsə, yəni hasilini baxmaq istəyirəmsə, müsbətlərdə ən böyüyü götürəcəm. Yəni ən böyük qiymətimiz 24, 24-dən kiçik. Ən kiçik qiymət də -32-dən böyük olmalıdır. Bax bu formada. Amma normalda bunu bilməsək, normalda nə edəcəydiniz? -2-ni -4-ə vurub 8 yazacaqdınız, 8-i 3-ə vurub 24 yazacaqdınız. Və aralığınız olacaqdı 8-dən 24 aralığı. Və bu isə sizə düzgün olmayacaqdı. Bir hissəsi düzgün, bir hissəsi yanlış olacaqdı. Bölünmə əməlində isə uşaqlar, bölünmə əməlində ən çox həmişə müsbət, yəni ancaq müsbət ədədlər üzərində aparılır bu bölünmə qaydası. Bölünmə qaydası müsbət ədədlər üzərində aparılır. Buna xüsusi olaraq deyirəm. Yəni, mənfi ədədlər üzərində bölünmə əməlinə bağlı suallarımız olmayacaq, qarşınıza çıxmayacaq. Bölünmə müsbət ədədlər üzərində aparılır. Aparılır. İndi, gəlin belə bir nümunə yazaq sizə. 12 kiçikdir A, kiçikdir 24. Bəzən 2 kiçikdir B, indi bir şey deyəcəm. Bəzən elə olur ki, məsələn, 2A bölü B verir. Onda uşaqlar, A-nın qiymətlərini hər tərəfini 2-yə vurur. Amma indi mən burada sadə şəkildə aparacağım. A bölü B-ni istəyirəm sadəcə tapmaq. A bölü B-ni tapmaq istəyirəmsə, uşaqlar, bölmə məndə çarpaz yolla. Yəni, 12-ni 2-yə bölüm, 24-ü 4-ə bölüm qaydası ilə xeyir. Çarpaz bölünür. Yəni, 12-ni 4-ə böləcəm. 24-ü də 2-yə böləcəm. A bölü B deyirsə, deməli, 12-ni 4-ə bölürəm. 24-ü də 2-yə bölürəm. Və mənim cavabım olur 3 ilə 12 aralığında. Bu da bizim toplanma çıxınma rahat idi. Vurmada, mənfilərdə fərqli idi. Bölünmədə yalnız müsbət ədədlər üzərində aparılır, narahat olmayın. Biz intervallardan danışdıq. Bir də aralıqlar var. Aralıqlardan danışaq. Deməli, aralıqlar deyəndə nə başa düşürük? Yəni, bunlar elementar şeylərdir. Yəni, biz xətti, kvadratik, modul, bərabərsizliklərə başlamazdan əvvəl, yəni bu aralıqları, intervalları bilməliyik ki, biz misalın sonunda cavabı düzgün təyin edək. Bayaq dediyim kimi. İndi, aralıqlar bu formada. Buradan yazın. Ədədi aralıqlar. Aralıqlar. Aralıqlar bu form. Məsələn, x böyükdür A-dan. X A-dan böyükdürsə, x-in daxil olduğu qiymətlər nə olacaq? A müsbət sonsuzluq. Çünki A-dan böyükdür, böyük tərəfə doğru. Müsbət sonsuzluq. Ədəd oxu üzərində göstərsəm, bunda bu olacaq. Nöqtənin içi boş, A müsbət sonsuzluq. Baxın, bu formada gedir. Sonra, x kiçikdir A olarsa, x daxili sıfırdan kiçik. Yəni, mənfi sonsuzluq 0 deyirəm. Yəni, kiçik qiymətdir. Bir də A-ya qədər qiymətlər. Bu zaman ədəd oxunda biz A-nı göstərəndə
Yukarıdan göstereyim. Mənfi sonsuzluq A şeklinde olacaq. Bir de var. X böyük bərabərdir A. Bu zaman qapalı intervalda olacaq. Mənfi və müsbət sonsuzluq həmişə açıq intervalda olur. Buna narahat olmayın. Başınız qarışmasın. A müsbət sonsuzluq A daxildir. Yəni nöqtənin içi doludur. Birazdan vacib yerlərə də keçəcək. Bunları sadəcə deyirəm ki, sonra çaşqınlıq yaranmasın. X daxildir. Sıfırdan kiçikdirsə mənfi sonsuzluq A-ya qədər olmuş olacaq. Burada da A yenə daxildir. Mənfi sonsuzluq. Sən bunu belə çəkək. Yuxarıdan qoyaq. Belə. Bu da bizim aralıqlar, intervallar və bərabərsizliklər üzərində toplama, çıxılma, vurulma, bölünmə əlamətləri ən çox da baş qarışdıran hissələr vurulma, bölünməkdir. Sonra keçək. Xətti bərabərsizliklər çox rahatdır. Sadəcə bir dənə nümunə deyəcəm. Xətti bərabərsizliklərdə ən çox diqqətsizlik olan nədir? İşarəyə görə bərabərsizliyin işarəsi dəyişməsi. Yəni mənfi müsbət işarəsinə görə. Demək, xətti bərabərsizliklərə aid bir dənə nümunə seçək. Mən bilirəm ki, xətti tənliklərdə AX plus B isə bərabərsizliklərdə bu formada. Yaxud kiçikdir və ya böyük bərabərdir. Bayaq dediyim kimi kiçik bərabərdir yazıla bilər. Bir dənə nümunə ilə mən sadəcə keçirəm. Məsələn, normal şəkildə 7x üstə gələk, məsəl üçün deyirəm 14 böyükdür 21-dən. Bunu nə var ki, həll etməyə? 21-dən 14 çıxıram, 7, 7-ni 7-yə bölürəm, 1 müsbət sonsuzluq olmuş olacaq. Lakin bəzən elə ifadələr olur ki, x-in əmsalı mənfidirsə, əgər mən mənfiyə bölürəmsə, bərabərsizliyin işarəsi dəyişməlidir. Məsələn, belə bir sadə bir nümunə deyirəm. Uşaqlar, demirəm ki, mən indi burada sadə yazıram. Bu demək deyil ki, sadə olacaq. Orada sizə məsəl üçün mötərizələr daxilində vurub açmalısınız, hər şeyi nəzərə almalısınız, mənfiyə, müsbətə vuranda, digər tərəflərə keçirəndə diqqətli olun. Mən burada sadəcə qısa şəkildə deyirəm. Yəni bu demək deyil ki, imtahana belə rahat formada düşər. Qısa şəkildə deyirəm ki, vaxtımız çox getməsin. Daha çox şeylərə, daha çox əsas mövzulara toxunaq. Deməli, mənfi 3x çıxılsın məsələni deyirəm. 7 böyük bərabərdir. Böyük bərabərdir. Mənfi 28. Belə bir misalım var. Deməli, mənfi 3x, görürsünüz, x-in əmsalı mənfidir. 7-ni bu tərəfə keçirəndə işarələrə fikir verin. 7-ni keçirəndə hər zaman mənfidirsə, digər tərəfə keçirəndə müsbət, müsbətdirsə mənfi olacaq. Mənfi 28 üstə gəlir 7. Burada böyükdən kiçik çıxıram. Mənfi 21, 21-i 3-ə bölürəm. Mənfiyə bölürəm. Əsas şərt də odur ki, x-in əmsalı mənfidir. Mənfiyə böləndə bərabərsizliyin işarəsi nə olacaq? Dəyişəcək. 21-i 3-ə bölürəm 7. Və mən bunu göstərəndə deyirəm ki, ədəd oxumda göstərəndə deyirəm 7 daxildir. Çünki ciddi olmayan bərabərsizlikdir. 7-dən kiçik qiymətlər. Yəni, mənfi sonsuzluq 7 olacaq. Bərabərsizliyin işarəsinə fikir verin. Yəni, x-in əmsalı mənfi olarsa, bərabərsizliyi böləndə bərabərsizliyin işarəsi dəyişəcək. Yəni, bu sadəcə mənfi x ola bilər. Məsələn, mənfi x böyükdür 5-dən. Bunda bu olacaq nə? X kiçikdir mənfi 5-dən. Yəni, bərabərsizliyin işarəsi dəyişmiş olacaq. Sonra əsas məsələlər kvadratik bərabərsizliklər. Kvadratik bərabərsizliyi də istəyirəm ki, bir dənə nümunə ilə deyim. O intervallar üsulunun qısa yolu deyim. Keçək. Üstündən kvadratik bərabərsizliklər. Bərabərsizliklər. Aha. Kvadratik bərabərsizliklərdə ait bir dənə sadə bir nümunə. Məsələn, x kvadratı çıxılsın 12x üstə gəlsin 24 böyük bərabərdir 0. Kvadratik bərabərsizliklər. Biz burada əvvəlcə kvadratik bərabərsizlikləri həll edəndə normal şəkildə xətti tənlikləri necə həll ediriksə, buradakı kimi köklərini tapıram. Kvadratik bərabərsizliklər Viet teoreminə görə kökləri nədir? Kökləri cəmi əks işarə ilə 10-dur, hasili isə 24-dür. Yəni, bu da bizə nəyə göstərir? 6 ilə 4. Yəni, x1 6-dır,
x2 isə 4-dür. Daha sonra mən bunu intervallar üsuluyla 4 ilə 6-nı qeyd edirəm. 4 daxildir, 6 da daxildir. İndi burada qısa, asan yol. Yalnız kvadratik bərabərsizliklərdə bu üsulu istifadə edə bilərsiniz. Deməli, əgər x kvadratının əmsalı nədir? Yəni düstura görə a-nın əmsalı nədir? Müsbət 1-dir. Əgər müsbət 1 olsun, müsbət 3 olsun, müsbət 5 olsun, fərq eləmir. Əgər x kvadratının əmsalı müsbətdirsə, müsbət, mənfi, müsbət olaraq intervallara ayrılmış olacaq. Yəni bu əslində bu yazdığımız bərabərsizlik var. Vuruqlara ayırsam, bunun vuruqları x çıx 4, x çıx 6 böyük bərabərdir 0 deməkdir. İndi mən bu müsbət, mənfi, müsbət intervalını niyə qoydum? Bəzən uşaqlar var ki, bu qaydanı bilmir. Bəzən də elə uşaqlar var ki, bu qaydanı bilir, yəni müsbət, mənfi, müsbət sırası ilə düzməni bilir. Yəni əgər mənfidirsə, x kvadratının əmsalı mənfi olsaydı, mənfi, müsbət, mənfi gedəcəkdi. Mənfi olsaydı, mənfidən başlayacaqdı. Bəzən uşaqlar birini bilir, digərini bilmir. Bu müsbət, mənfi, müsbət qaydası hardan gəlir? Tutaq ki, heç mən o qısa yolu bilmirəm. X kvadratının əmsalının müsbət, mənfi olmağına fikir vermək istəmirəm. Onda nə etməliyim? 6-dan böyük bir dənə qiymət götürürəm. 6-dan böyük bir dənə məsələn 7 götürürəm. Gətirib burada 7 qoyanda yerinə 7-dən 4 çıxanda da müsbət edir. 7-dən 6 çıxanda da müsbət edir. Ona görə 6-dan böyük qiymətlərin hamısını yerinə qoyanda müsbət olacaq. 4 ilə 6 arasında məsəl üçün 5 qoyuram. 5 qoyanda 5-dən 4 çıxanda müsbət eləyir. 5-dən 4 çıxanda müsbət eləyir. Müsbət. Amma 5-dən 6 çıxanda mənfi eləyir. Müsbəti də mənfiyə vuranda mənfi eləyir. Ona görə bu aralıq mənfidir. Sonra 4-dən kiçik qiymət qoyanda, məsəl üçün 2 qoyuram. 2-dən 4 çıxanda mənfi eləyir. 2-dən 6 çıxanda da mənfi eləyir. Amma mənfini mənfiyə vururam deyə, ortada vurma var. Mənfiyə vururam deyə müsbət olur. Ona görə 4-dən kiçik bütün qiymətləri alanda müsbət aralıqlarda müsbət qiymətlər alacaq. İndi bizdə əgər böyük bərabər deyirsə, görürsünüz, böyük bərabər deyirsə, müsbət aralıqları götürməliyik. Onda olacaq bu, mənfi sonsuzluqdan 4-ə qədər, nə olsun ki, burada müsbət yazmışam, mənfi sonsuzluqda 4-dən sol tərəfdə mənfi ədədlər yerləşir. Yəni 3, 2, 1, 0, sonra isə mənfi ədədlər gəlir. Mənfi sonsuzluq 4 birləşir, 4 daxildir. Qapalı interval. Birləşir 6 müsbət sonsuzluq. Yəni böyük bərabər dediyi üçün. Böyük bərabər dediyi üçün. Amma yox, sizə əgər kiçik bərabər desəydi, məsələn, bu misalımızın şərtində kiçik bərabər olsaydı, kiçik olsaydı, bu zaman biz götürəcəkdik 4 ilə 6 aralığı. Kiçik bərabər deyəndə. İndi bərabərlik ciddi olardısa, mənfi sonsuzluq 4, yəni 4 daxil deyil, birləşir 6 müsbət sonsuzluq. Kiçik də olarsa da, onda sadəcə 4-dən 6. Görürsünüz, yəni mötərizələrə fikir verin, uşaqlar. İmtahanda o qədər şagirdlərimdə rastlaşmışam ki, yəni cavabı, hər şey düz yazıb, variantda, yəni variantlar hamısı bir-birinə oxşuyur. Variantı gedib səhv seçirlər. Yəni siz elə olun ki, diqqətli olun. Bu variantlarda mən həmişə bərabərsizlik işləyəndə uşaqlara deyirəm ki, variant tapmaq da özü bir xüsusi bacarıq tələb eləyir. Varianta da xüsusi olaraq fikir vermək lazımdır. Çünki variantların çoxu bir-birinə oxşuyur və diqqətli olmaq lazımdır ədədlərdə. Bu da kvadratik bərabərsizliklər. Uşaqlar, rasional bərabərsizliklərdə, yəni qısaca nə deyəcəm də, rasional bərabərsizliklərdə. Rasional bərabərsizliklər. Rasional bərabərsizliklərdə bir dənə sizə demək istədiyim odur ki, hər şeyi, bax, burada adi, məsələn, Px və Qx çox ədlərində xətti bərabərsizlik də ola bilər, kvadratik bərabərsizlik də ola bilər, yəni modul da ola bilər, irrasional bərabərsizlik də ola bilər. Rasional bərabərsizliklərdə sadəcə məxrəcin sıfırdan fərqli olmağına fikir verin. Yəni, aldığınız aralıqlardakı qiymətlərin məxrəcdə sıfır cavabını, məxrəci gətirib yerinə qoyanda sıfır cavabını verib vermədiyinə xüsusi diqqət yetirməlisiniz. Yəni, buna görə çox diqqətli olun. Məsələn, bir dənə sizə bir nümunə yazıram rasional bərabərsizliklərinə. X çıx 4 bölünsün 2x plus 1. Böyük bərabərdir 0. Bu misalı yazanda, bax, yazıram. Məxrəci sıfırdan fərqli götürməyi unutmayın.
2x plus 1 fərqlidir 0. Götürməyi unutmayın. Yəni sizin aldığınız qiymət bu fərqli olmalıdır -0.5-dən. Yəni -2-1-dən. Bunu bilirəm. Yəni bəzən variantlarda -0.5 kimi də yaza bilərlər. Elə -2-1 kimi də yaza bilərlər. Yəni fərq eləmir də uşaqlar. Bunun bir önəmi yoxdur. Variantlara diqqətli olun. Aldığınız cavab bəzən olmaz. Onda onu məsələn onlu kəsrə çevirərsiniz. Onlu kəsr yoxdursa adi kəsrə çevirərsiniz. Bir də nəyə fikir verməliyəm? X minus 4 böyük bərabərdir 0 olmalıdır. Onda da x böyük bərabər nə olmalıdır? 4-dən. Bu da belə. İndi biz burada mən indi intervallar üsulundan aralığımı təyin edəcəm. Yəni hansı qiymətləri aldığımı təyin etməliyəm. Deməli 2-1 qiyməti daxil deyil. Amma 4 daxildir. Nöqtənin içi doludur. İndi burada mən nə etməliyəm? İşarələr təyin eləməliyəm. İşarələr təyin eləmək üçün başlayıram qiymətlər verməyə. Məsələn, 4-dən böyük qiymət verəndə ümumi ifadədə 4-dən böyük qiymət verəndə məsələn 5 qoyuram. 5-dən 4 çıxanda müsbət eləyir. 2-də 5-in 6 üstünə 1, 2-də 5-in 10 üstünə 1, 11 müsbət eləyir. Müsbəti müsbətə böləndə müsbət eləyəcək. Əlbəttə ki. -2-1 ilə 4 arasında. Sadəcə istəyirəm 0 qiyməti qoyum, rahat olsun. 0-dan 4 çıxanda mənfi, 0 aşağıda 0 qoyanda 1 eləyir. Ona görə mənfini də müsbətə böləndə mənfi olmuş olacaq. İndi -2-1-dən kiçik qiymət qoyuram. -2-1-dən kiçik qiymət məsəl üçün -2. -2 qoyuram məsələn. Yəni nə istəyirsiniz qoyun da, yəni o sizdən asılıdır, amma elə eləyin ki, yəni aralığa daxil olsun. -2 qoyanda surət mənfi olur. Məxrəc də mənfi olur. Ona görə mənfini də mənfiyə böləndə müsbət eləyəcək. Biz bu aralıqları təyin elədik, yəni işarələri təyin elədik. Bizdən böyük bərabər 0 dediyi üçün müsbət olan işarələrə baxmalıyam. Yəni bizim ən son cavabımız mənfi sonsuzluq, -2-1, 2-1 qiyməti daxil deyil. Birləşir, 4 qiyməti daxildir, 4 müsbət sonsuzluq. Bax, rasional bərabərsizlikləri bu formada həll eləmiş olacaqsınız. Bir də sizə nə demək istəyirəm, ən çox bizə lazım olan. Deməli, təkrarlanan kökü olan bərabərsizliklər. Bəlkə də buna aid təkrarlanan. Buna aid bir dənə nümunə üzərində deyirəm. Yəni, bəzən qaydalar, hər yerdə qaydaları oxumaq olar, amma nümunənin üzərində tətbiq etmək qaydalardan qat-qat daha yaxşıdır. Yəni, qaydaları oxumaq yerinə həmin qaydanı nümunə üzərində öyrənmək daha yaxşı olar. Təkrarlanan kökü olan bərabərsizliklər. Kökü olan bərabərsizliklər. Qısa-qısa qeyd edirəm. Deməli, buna aid bir dənə qəşəng nümunə. Bir dənə nümunədən deyək. Deməli, bir dənə belə bir nümunəm var sizə görə. X kvadratı vurulsun x çıx 3-ün üstü 4. Vurulsun x plus 2 üstü 7. Bir də vurulsun x plus 1 kiçikdir 0. Bax, belə bir uzun bərabərsizliyim var. Təkrarlanan kökü olan bərabərsizlikdir. Burada indi biz nəyə fikir verməliyik? Hər birini ayrı-ayrılıqda uşaqlar, normal xətt elə bir ki, tənlik kimi düşünün. Ayrı-ayrılıqda köklərini tapın. Yəni, x kvadratı bərabərdir 0, x bərabərdir elə 0. X çıx 3 bərabərdir 0, x bərabərdir 3. X plus 2 bərabərdir 0, x bərabərdir -2. X plus 1 bərabərdir 0, x bərabərdir -1. İndi bunları qeyd edirəm intervallara. Gəlin başlayaq. Biraz diqqətli olmalıyıq. İntervallarda hər biriniz azdan çoxa doğru gəlin düzək. Və nöqtələrin hamısı da daxildir uşaqlar. Deməli, -2, -1, 0, 3. İntervallara ayırıram. Bayaqki dediyim kimi. Yerinə qiymətlər qoyaraq işarələri təyin etmiş olacaq. Deməli, 3-dən böyük qiymət qoyuram. Məsələn, bax burada 4 qiymətini qoyuram. Yaşılla göstərim. 4 qiymətini qoyuram. 4 qiymətini qoyanda uşaqlar, baxın indi videoda, elə bir sonra da yüklənəcək inşallah. Problem olmazsa. Deməli, mən burada yazacağım, sonra üstündə siləcəm. Yəni, siz sonra PDF-ə də göndərəcəm sizə. PDF-də onu görməyə bilərsiniz. Amma canlı izləyəndə daha rahat. Yəni, geriyə, qarşıya, irəli geri verərək baxa bilərsiniz. Bax, 4 qoyuram. 4 qoyanda, müsbət. 4-dən 3 çıxanda müsbət.
4'ün üstüne 2 gələndə müsbət, 4'ün üzərində 1 gələndə müsbət. Ona görə burada aldığı qiymətlər nə olmalıdır? Müsbət. Gördünüz? Yəni birinci halda müsbət. Sonra mən bunları silirəm, üstündəki işarələri. Hər bir aralığa aid qiymət qoyacağam. 0 ilə 3 arasında tutaq ki, 2 qoyuram. 2. Deməli, 2 qoyanda müsbət, 2-dən 3 çıxanda mənfi eləyir, amma uşaqlar, mənfi eləsə də cüt qüvvət var. Ona görə mən müsbət qoymalıyam. Cüt qüvvət var. Cüt qüvvət olursa, deməli təkrarlanır. 2 qoyanda müsbət, 2 qoyanda müsbət. Deməli, bax, burada da müsbət oldu. Biz bayaqki misallarda müsbət, mənfi, müsbət. Görürsünüz, sırayla müsbət, mənfi, müsbət, müsbət, mənfi, müsbət olaraq gedirdi. Amma indi tərsinədir. Tərsinə deyəndə fərqlidir deyək də, tərsinə deməyək, fərqlidir deyək. Yəni, təkrarlanan kökü var burada. Ona görə müsbət, müsbət getdi. Mənfi 1 ilə 0 arasında nə qoyaq? Mənfi 0.5 qoyaq, məsələn. Mənfi 0.5 olduğu üçün, indi bunları silim, bayaqkindən qalan. Deməli, mənfi 0.5 qoyuram. Tutaq ki, mənfi 0.5. Deməli, burada müsbət, çünki kvadratdır, müsbət eləyəcək. Müsbət. Mənfi 0.5-dən 3 çıxanda müsbət. Sonra mənfi 0.5-dən 3 çıxanda əslində mənfi eləyir. Sadəcə üzərində cüt qüvvət olduğu üçün müsbət olacaq. Sonra mənfi 0.5-in üzərinə 2 gələndə müsbət 1.5 eləyir. Müsbət. Mənfi 0.5-in üzərinə 1 gələndə 1-dən 0.5 çıxanda müsbət eləyir. Gördünüz, burada da müsbət qiymət almış olduq. Müsbət. Sonra keçirəm. Mənfi 2 ilə mənfi 1 arasında qiymət qoymağa. Deməli. Mənfi 2 ilə mənfi 1 arasında qiymət qoyanda, məsələn, mənfi 1.5 qoydum. Mənfi 1.5. Mənfi 1.5 üçün də gəlin burada üstündə qiymətləri dəyişək uşaqlar. Mənfi 2 ilə mənfi 1 arasında. Deməli, mənfi 1.5 qoyanda müsbətdir, çünki kvadrat var. Mənfi 1.5-dən 3 çıxanda mənfi 4.5 amma olursa da müsbət olacaq, çünki üzərində 4 cüt dərəcədən qüvvət var. Mənfi 1.5-in üzərinə 2 gələndə 2-dən 1.5 çıxıram, 0.5 müsbətdir. Amma mənfi 1.5-in üzərinə 1 gələndə mənfi eləyəcək. Uşaqlar, 3 dənə müsbəti, 1 dənə mənfi vuranda əlbəttə ki, mənfi olacaq. Ona görə bu aralığımız mənfi oldu. Sonra mənfi 2-dən kiçik qiymət, tutaq ki, çox sadə. Mənfi 3 qoyuram. Mənfi 3 üçün orada mənfi 1.5-in yanına işarəni qoymuşam, amma tam belə görünmür. Onda yəni belə mənfi 1.5 qoymuşam, onu göstəreyim. Deməli, mənfi 3-ü qoyanda da kvadratdır, müsbət. Üzərində cüt qüvvət var, onu hesablamasam da müsbət. Mənfi 3-ün üzərinə 2 gələndə mənfi eləyir. Mənfi 3-ün üzərinə 1 gələndə mənfi eləyir. Burada da 2 müsbət, 2 mənfi. Əlbəttə ki, 2 mənfi müsbət eləyəcək. Mənfi vurana müsbət olur, oldu müsbət. İndi bizi hansı aralığı istəyir? Bizdən 0-dan kiçik aralığı istəyir uşaqlar. 0-dan kiçik aralığımız hansı aralıq oldu? Mənfi 2 ilə mənfi 1 aralığı. Mənfi 2, mənfi 1. Plus-da uşaqlar, hansı qiymətlərdə 0 qiymətini aldı? Diqqətli olaq, baxın. Deməli, həm də 0 və 3 qiymətlərində ayrıcı olaraq təkcəcə 0 və təkcəcə 3 qiymətlərində 0 aldı. Ona görə birləşir. Fiqurlu mötərizədə yazıram ki, 0 və 3 qiymətləri. Yəni, burada 0-la, bu fiqurlu mötərizədə 0-la 3 aralığı demək deyil. Təkcəcə 0 qiymətidir. Bir də 3 qiymətini almış olur. Yəni, bu da belə təkrarlanan kökü olan bərabərsizliklərdir. Bərabərsizliklərlə artıq yekunlaşmaq istəyirəm. Bir dənə mən sizə deyim ki, sistem, bərabərsizliklər sistemi. İstəsəniz bunu dərsdə də mən dərindən izah eləyərəm. Çox ehtiyac buraxılışa inanmıram düşəm. Bərabərsizliklər sistemi deyəndə hər bir sistemi tək-tək həll eləyin. Verilən misalları, bunu belə mən yazım. Hər bir bərabərsizliyi sözlə yazıram. Hər bir bərabərsizliyi həll edib hər ikisində ortaq qiymətləri seçməliyik.
həll edib ikisində də ortaq qiymətləri seçməliyik. Ortaq qiymətləri seçək. Qiymətlər seçilir. Yəni ortaq aralıqlar, ortaq qiymətlər seçilir. Heyəti son vaxtlar buraxılışa düşmədiyini eşitmişəm bir yerlərdə, amma o tam dəqiq deyil. Amma heyəti də deyək. Siz necə ki, bərabərsizliklər sistemini həll edib ortaq qiymətlər götürülür. Amma bərabərsizliklər heyətində birləşdirilir. Cavablar birləşdirilir. Heyətin deyəndə, yəni bərabərsizliklər heyətini tap deyəndə yenə hər bir bərabərsizlik həll edilir və cavablar birləşdirilir. Burada kəsişmədir. Sistem deyəndə kəsişmə, heyət deyəndə birləşdirir. Hər bir bərabərsizliyi həll edib aldığımız cavabları birləşdiririk. Sonra PDF-dən buna rahat baxa bilərsiniz. Və ya istəsəniz uşaqlar, yəni dərslərdə ayrıca biz bunlara aid nümunədə deyə bilərik. Amma belə buraxılışa düşdüklərini görməmişəm. Cavablar birləşdirilir. Demək olar ki, heyətdə cavablarımızın çoxu, yəni mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Çünki cavablar birləşdirildiyi üçün demək olar ki, mənfi sonsuzluq, müsbət sonsuzluq. Sadəcə orada məsələn nəyə fikir veririk? Məsəl üçün kəsr bərabərsizlik olarsa, kəsr xətti bərabərsizliklər olarsa, məsələn, orada elə bir cavab ola bilər ki, məxrəci 0 verər. Yəni orada xüsusi diqqətdə saxlayın ki, yəni elə bərabərsizliklər olsa mənfi sonsuzluq, müsbət sonsuzluq cavabını götürmək olmaz. İstəyirəm artıq bərabərsizliklərdən yekunlaşaq. Çünki ən çox bizi maraqlandıran mövzu, ən çox bizə vacib gələn mövzu funksiyadır, sonra silsilə. Amma burada bir kəlmə hər bir bərabərsizliklərdən də lap şifahi olaraq deyim. Modul bərabərsizliklərdə, demədən keçmək istəmədim. Modul bərabərsizliklərdə biz xüsusi olaraq fikir verin ki, heç vaxt sıfırdan kiçik ola bilməz. Yəni aldığınız cavabları həmişə yoxlayın və orada bilin ki, heç vaxt sıfırdan kiçik ola bilməz. Sıfırdan kiçik deyə bir modul bərabərsizlik görsəniz, bunun həlli boş çoxluq olacaq. Heç zaman moduldan bərabərsizlik sıfırdan kiçik ola bilməz. Yəni boş çoxluq. Amma digər hallarda da normal olaraq həll eləyə bilərsiniz. Məsələn, bir dənə nümunə deyim sizə. Məsələn, fx nümunə deyəndə qayda kimi deyəcəyəm. Kiçikdir A. Belə bir bərabərsizliyi həll edəndə, bunu biz bir dəfə götürürük. Normal şəkildə, bax bu formada mənfi A kiçikdir fx. Kiçikdir bu A kimi. Yəni burada hər hansı bir funksiyadır. Fx-in yerinə hər hansı funksiya deyirəm. Çox həllidir və yaxud ifadədir. Məsələn, A-nın yerində 3 dayanırsa, mənfi 3-dən böyük, 3-dən kiçik olacaq. Modul təmliklərdə necə ki, məsələn, belə bir təmlik görəndə. Bir dəfə 3-ə, bir dəfə də mənfi 3-ə bərabər eləyirdim. Burada da onun kimi. Bax, belə. Yəni, modul bərabərsizlikləri bu formada həll edəcəksiniz. Sonra keçək. Yəni, bu sıfırdan kiçik olan haldır, uşaqlar. Əgər sıfırdan böyük olan hal deyirsə, normal şəkildə bərabərsizliyi, yəni A böyükdürsə, normal şəkildə bərabərsizliyi həll edirsiniz. Çox da belə qarışdırılacaq məqam deyil. Bərabərsizliklər bəzən uşaqların gözündə çox böyüdülür və məndən sizə tövsiyə. Uşaqlar, həmişə deyirəm, maraqlı bir şey deyim sizə. Həmişə deyirəm ki, bərabərsizliyin variantlarla tapmaq üsulu var və bu çox zaman %60% tutur. 11-ci sinifdə düşən bərabərsizliklərin çoxusu, yəni
aldığı cavab, yəni variantlarda olan cavablar həmişə ən uzun variantlı, həmişə deməyək də %60 ən uzun variantlı cavab olur. Hətta bir neçə dəfə uşaqlar bərabərsizliklərlə bağlı sual işləyəndə, sınaqda, imtahanda və yaxud nə isə də kvizlər yazanda yüksək cavabı olan, yəni uzun cavabı olan bərabərsizliyin həlli cavab kimi çıxmış olur. Bu amma əlbəttə ki 60%, 65% tutur. Bəzən elə olur ki, çox qısa bir cavab olur. Məsələn, baxın, düşünərsiniz ki, bayaqki bərabərsiz. Düşünürsünüz ki, bu boyda misaldan qısa bir cavab çıxdı. Amma bəzən də o qədər sadə bir bərabərsizlik, balaca bir bərabərsizlik var, çox uzun həlli olur. Mən həmişə deyəndə ki, bərabərsizliyi atmağın yolu, uşaqlar deyir ki, müəllim, heç dərsi keçməyə, elə birbaşa atmağın yolunu öyrədəsiz. Amma bu, əlbəttə ki, o bir neçə misallarda baş verən təsadüfi hadisədir. Əsas odur, cavabı seçəsiniz və yəni həll edib cavabı tapasınız. Və bərabərsizliklərdə də xüsusi olaraq aldığınız cavabdan şübhə duysanız, aldığınız cavabı gətirib yerinə qoyub yoxlamağı unutmayın. Yəni bəzən aldığınız cavablar gətirib yerinə qoyanda ödəməyə bilər şərti. Ona görə hər zaman çalışın yerinə qoyub vaxt eləyin, yerinə qoyub yoxlayın. Bu da belə bitdi. Mən indi istəyirəm ki, keçək silsilələrə. Silsilə. Əvvəlcə ədədi ardıcıllıqdan danışaq. Ədədi ardıcıllıq. Deməli, ədədi ardıcıllıqlardan danışaq. Burada çox böyük bir qaydamız yoxdur uşaqlar. Ədədi ardıcıllıqlarda nə var ki? Yəni, tutaq ki, müəyyən bir qanunla düzülmüş ədədlər sırasına ədədi ardıcıllıq deyirik. Ədədi ardıcıllıqların özünə xas düsturları olur. Bizə rahatlıqla verirlər. Məsələn, A-ın bərabərdir 2-nin üstəgələk 5. Rahatlıqla düsturu verir, özü verir. Hətta keçən birinci zonaya düşmüşdü, belə bir sual düşmüşdü. Deyirdi ki, 4-cü həddi tap. Gətirib 4-cü həddi yerinə qoyursunuz. 2 vur 4 plus 5, 8 üstə 5, 13. Yəni rahatlıqla tapırdınız. Ədədi ardıcıllıqlar rahat olur. Birinci tək demək istədiyim 2 dənə ədədi ardıcıllıqda vacib qaydamız var. Ondan sonra keçək silsilələrə. Ədədi ardıcıllıqda nə var? Rekurrent sözü ümid edirəm ki, düz yazdım. Rekurrent düstur nə deməkdir? Rekurrent düstur, yəni elə mən şifahi şəkildə deyəcəm, sonra izləyəndə baxarsınız. Yəni bu nə deməkdir? Sonraki həddin əvvəlki həddin vasitəsilə tapılması. İstəyirsiniz, bax, belə sözlə də yazın. Sonraki həddin əvvəlki hədd vasitəsilə tapılması. Şimdi buna ait bir dənə nümunə yazacağım. Ondan sonra başa düşəsiniz nə deməkdir. Bu rekurrent sözü correct, yəni düzgün bərabərliyə gətirmə mənasını verir. İngiliscədə deyəsən correct, düzgün sözünün, düzgün mənasını ifadə edən bir sözdür. Yəni burada düzgün bərabərlik, düzgün ardıcıllıq alınsın deyə belə bir düstur belə bir qaydamız var. Məsələn, gəlin buna ait bir dənə nümunə deyək, sonra tam yaxşı başa düşəcəksiniz. Məsələn, A1 bərabərdir 5 verir. A-n plus 1 bərabərdir 2A1 çıxaq 3 ifadəsi var. Deyir ki, A1 bərabərdir 5, A-n plus 1 bərabərdir 2A çıxıq 3 ifadəsində verilmişdir. Bizə ilk 3 həddin cəmini tap. Bu ardıcıllıqda ilk 3 həddin cəmini tap. İlk 3 həddin cəmini tap. Cəmini tap. İndi biz burada nə etməliyik? Uşaqlar, baxın, bizə A1 bəlli. A1 5'dir. A2 bəlli deyil, A3 bəlli deyil. Şimdi mən A2'ni tapmaq üçün burada n'in yerinə nə qoymalıyam? Burada A-n'dir, uşaqlar, onu qeyd etmişəm. N'in yerinə nə qoymalıyam? A2'ni tapmaq üçün bu ifadədə n'in yerinə 1 qoymalıyam. Ona görə yazıram. A1 plus 1 bərabərdir 2, A1 çıx 3. Onda artıq alıram ki, A2 bərabərdir 2A1 çıx 3. İndi məndə də A1-in qiyməti verilir. Baxın, görürsünüz, əvvəlki hədd vasitəsilə sonraki həddi tapmış oluram. 2 vurulsun 5, çıxılsın 3. 2 də 5'in 10. Biraz səliqəli yazaq. Bunu buradan
qeyd edeyim. Biraz qaldıracağım qarşıya. Bunu da belirləyək. 2 vurulsun 5 çıx 3. Ondan da 3 çıxana nə qalır? 7. Hesablama səhv olarsa uşaqlar dilə gətirərsiniz. Sonra 3-ü tapmaq istəyirəm, A3-ü tapmaq istəyirəm. Onda n-i yerinə nə qoymalıyam? İndi 100% hamınız içinizdən deyirsiniz ki, 2 qoyaq. Əlbəttə ki, 2 qoymalıyam ki, 2-nin üzərinə bir gələndə 3-ü versin. Bunu daha qısa şəkildə yazacağam. 2 qoyanda olur A3 bərabərdir 2A2 çıxılsın 3. A2-nin qiymətini nə tapdım? 7 tapdım. Gətirəm yerinə qoyuram. 2 vur 7 çıxaq 3. 2 də verin 14 çıx 3 11. Artıq mənim bütün qiymətlərim bəllidir. A1-imiz 5, A2-miz 7, A3-ümüz də 11. İlk 3 həddin cəmi 5 plus 7 plus 11 olmuş olacaq. 5 də 7 12, 12 11 23. Bu da belə. Bu bizim rekurrent düsturumuza ait bir nümunə, bir misal. Kiminki başı qarışırdısa, ümid edirəm ki, tam başa düşüb. Yəqin ki, hazırlıqlarınızda hamısını öyrənmişdiniz. Belə də ki, yaxşı yada da saldıq. İndi isə istəyirəm qızıl qayda, bu ədədi ardıcıllıqlarda, həlləsi ədədi silsilədə çox vacib olan, tez-tez lazım olan qaydadır. İndi biz qızıl qayda deyirik, amma yəni bəzi yerlərdə heç belə bir sözlə ifadə etmirlər bunu. Bu nə deməkdir? İstənilən həddin tapılması, cəm düsturu vasitəsilə, cəm düsturu, mən rahat dillə deyəcəm ki, siz yaxşı başa düşəsiniz. Cəm düsturu vasitəsilə istənilən həddin tapılması. İstənilən həddin tapılması. Çox vacib olur. AN bərabərdir SN çıxılsın SN minus 1. Yəni, bu nə deməkdir uşaqlar? Artıq mən bunu burada dedimsə, ədədi və həndəsizdə buna aid nümunədə deməyəcəm. Sadəcə adını çəkə bilərəm. İndi növbəti mərhələdə görək necə gedir. Adını çəkə bilərəm, amma nümunə deməyəcəm. Burada nə deməkdir? Məsələn, bizə verir ki, SN bərabərdir 3 üstü M plus 1 ifadəsi. Eləmi? Bizə deyir ki, bu cəm düsturu ilə verilmiş ayın ədədi ardıcıllığında A7-ni tapın. A7 olmasın, A5 olsun. A5 bərabərdir sual. İndi mən buradan A5-i tapmaq istəyirəmsə, A5 bərabərdir. Baxın, SN çıxılsın, SN minus 1. Yəni, S5 çıxılsın, S4, M minus 1. Yəni, 5-dən 1 çıxanda S4. İndi bir dəfə mən həmin bu A5-i tapmaq istəyirəmsə, bir dəfə S5-i tapmalıyam. Gətirəm yerinə qoyuram. 3 üstü 5 plus 1. 3 üstü 5 243-dür. Üstünə 1 gəlirəm. 244. Sonra S4-ü tapıram. 3 üstü 4 plus 1. 4-dən 3 üstü 4 81. Üstünə 1 gəlirəm. Eləyir 82. Daha sonra da 244-dən 82-ni çıxıb A5-i tapmış oluram. 4'ten 2, 2, 14'ten 8, 6, 162. Bir problem hesaplamada mexaniki səhvlər olarsa, yine deyirəm, mənə deyə bilərsiniz. Sonra bunun mahiyyəti nədir? Bunun mahiyyəti nədir? Nəyə görə mən bunu yazıram? Baxın, A1, A2, A3, A4, A5, eləmi? 5 dənə hədd var. Bunun ümumi cəmidir, eləmi? S5. Mən bunun ümumi cəmidə, bax, buradan da bu, bax, bu da ümumi. 4 dənə həddin cəmi də S4 deyil. Mən A5-i tapmaq üçün əlbəttə ki, S5-dən S4 dənə həddin cəmini çıxmalıyam. Yəni, bu çox məntiqli bir, məntiqən özünüz də tuta biləcəyiniz bir qaydadır. Yəni, niyə? Bax, buna görə. Ardıcıllıqdır. 5 dənə ardıcıllıq, 5 dənə həddir. 5 dənə həddin cəmi, ümumi cəm S5, yəni 5 dənə həddin cəmindən 4 dənə həddin cəmini çıxsam, əvvəlki 4 dənəni, mən onda 5-ci həddin özünü tapmış olaram, əlbəttə ki. Bu da belə. Artıq ardıcıllıqdan vacib qaydalarımız nə idi? Onu dedik. Keçək ədədi silsiləyə. Düsturları, bəzən burada qaydaları, silsiləni başa düşsə də, düsturları bilməsəniz, misalda yaza bilməyəcəksiniz, qarışdıracaqsınız. Ona görə tövsiyə edirəm ki, düsturları imtahana da çox yaxın qalmış bir mütləq şəkildə yada salın, daha
diqqətli olun. Yəni elə şagirdlər tanıyıram ki, düsturları qoyur qarşısına, çox gözəl şəkildə baxır, yazır, baxır, yazır. O ki, o düsturlar örtüldü, onda uşaq elə bil ki, o mövzunu heç nə bilmir. Ona görə bu düsturlardan diqqətli olaq, yaxşı öyrənək ki, imtahanda da mütləq düşür. Onda yazaq. Yəni imtahana buraxılışa mütləq ya ardıcıllıqdan, ya ədədidən, ya həndəsə silsilədən düşmüş olacaq. Bir dənə düşmüş olacaq. Keçən il birinci zonaya çox asan düşmüşdü. Ümid edək ki, ikinci zonamıza da bu il rahat olar inşallah. Deməli, ədədi silsilənin qaydası necə gedir? Toplama çıxma qaydası ilə. Yəni müəyyən qanuna uyğunluqla bu ardıcıllıq düzülür və bu qanuna uyğunluq toplama çıxma qaydası ilə gedir.